boyu səni gəzdi. Poeziyamızın çılğın və cəsur şairi Tofiq Bayram ötən günlərdə xatırlandı. Tofiq Bayram Azərbaycan ədəbiyyatının vicdanı idi. Pafosla lirikanı bir canda yaşadan ikinci şair tanınır. Tofiq Bayram Türk dünyasının şairi deyil, Tofiq Bayram bəşəriyyətin şairidir. Tofiq həqiqətən bənzərsiz şair idi. Bu yaradıcı şəxsiyyətin bu dünyada umduğu yalnız söz idi. 60-cı, 70-ci illər dahilər ili idi. Ədəbiyyata necə gəlib? Təbii ki, böyük Səməd Vurğunun poeziyasının təsiri ilə. 26'ların gömülməyini partbiletlə eyni səviyyədə olan bir hadisə hesab edirdi. Məhəbbəti, ilhamı vəzifə ilə alarsan, zorla Allah olarsan, zorla şair olmazsan. Şənbə günü saat 18:20-də.